Artıq TikTok'un falan başını buraxıram. Ablanız ASTV-yə çıxdı yəni. Herkese salam. Bugün Siyat Akademi'nin keçdiyi xaricdə təhsil sərgisindəydik. Gəlin baxaq görək bu sərgidə nələr baş verdi. Budapest Metropolitan Üniversiteti haqqında onu deyə bilərəm ki, universitet özəl bir universitet olduğu üçün nə dövlət təqaüdü qarşılamır. Öz işlərində təqaüdləri var, amma azdır və ödənişlər semestr daxiləsində ödənir. Bu da belə qiymətləridir. Yes, there are different. Bu universitetdə əsasən biologiya və kimya və biznes sahəli şeylərdir, amma sadəcə international business var. Yəni hissəsi yoxdur, bu management marketing hissəsi yoxdur, amma dövlət universitetidir, yəni təqaüdlər də var. Belə maraqlanmaq istəsəz Macarıstan Universiteti ilə bu universitet yaxşıdır. Və master sadəcə biologiyaymış, uşaqlar biologiya ilə maraqlananlar üçün. Yəni sadəcə biologiya var. Mən özüm bakalavrda sadəcə biologiya oxumuşam. Yəni magistrdə biologiya plus bir şey, yəni bir sahəsi. 6 ildir İtaliyada ağlayıram. Marketing üçün, management üçün, yəni şeydə Macarıstan da yaxşıdır. Maraqlanacam. Bəlkə Azərbaycan. Dual degree programs, specializations. So depends on two things. Your grades from your. Belə ki, bu universitet də özəl universitetdir və marketing ixtisasları qoydum. Sizə marketing və sair ixtisasları var. Biznes məktəbidir zaten. Sizin IELTS balınız və scholarship universitet ortalamanız deyək ki, sizin endirimlər almağınıza töhfə verə bilər və 10%-dən 75%-ə qədər təqaüd verə bu bilirlər. sənin IELTS balından, Bir də GPA ilə asılı. GPA-dən asılıdır. Mənim IELTS balım 7.5 olsa, GPA-lim də 90-dır. Mənə neçə faiz verərlər? Onun üçün özləri deyə bilər. Gəlsə e-mail yazırsan, burada e-mail var. Onlara məlumat verirsiniz. Kollegalar sizə məlumat verirlər ki, nə qədər ala bilərsiniz, nə qədər də daha çox artıra bilərsiniz. Bu Macarıstanın təqaüdü, dövlət təqaüdüdür. Ümumiyyətlə xarici təhsillə maraqlanırsınızsa, tövsiyəm odur ki, belə sərgilərə mütəmadi olaraq gəlin.